Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Mürsəlov. Bildiyiniz kimi sertifikasiya üzrə olan çətin tipli sınavımız sizinlə paylaşıldı. İndi isə həmin sınağın suallarına izah verirəm. Başlayırıq birinci sualımızdan. Valideyn məktəb qaydalarından narazıdır və öz fikirlərini açıq şəkildə ifadə edir. Müəllim aşağıdakı addımlardan hansını atmalıdır ki, həm valideynlərin narahatlıqları səmərəli şəkildə idarə olunsun, həm də sinifdə pozitiv və əməkdaşlıq ruhu yaradılsın. A bəndi valideynlərin fikirlərini dinləmək üçün onlayn platforma yaradıb, mütəmadi anketlər keçirmək və alınan rəy əsasında məktəb rəhbərliyi ilə birgə qaydalarda dəyişiklik etmək olar. Deməli, bizim problemimiz qaydalardan valideynin narazı olmalıdır. Üstəgəl də valideyn fikrini rahatlıqla bildirməlidir. Və biz də bu problemi aradan qaldırmalıyıq. A bəndi bu problemə həqiqətən də yəni ideal üsulla yanaşmaqdır. Baxın, valideynlərinin fikirlərini həm dinləmiş oluruq, həm bunu onlayn platformalar üzərindən rahatlıqla valideyn istədiyi anda bizə fikrini bildirə bilir, anketlər keçiririk və alınan rəylər əsasında məktəb rəhbərliyi ilə bunu müzakirə etmək olur. Ona görə A bəndi doğrudur. Görək digər bəndlərdə nə problem var? Valideynlərlə qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi üçün valideyn komitəsini bu işə cəlb etməlidir. Amma bizə belə bir şey lazımdır ki, bütün valideynləri cəlb edəcəyim bir strategiya. Bu da A bəndində idi. B bəndində sadəcə valideyn komitəsini dediyinə görə, yəni bu bizim üçün B bəndi A-ya baxdıqda tamamilə doğru sayılmır. C bəndi valideynlərin narazılıqlarını nəzərə almadan məktəb nizamnaməsinə uyğun olaraq məktəb qaydalarını ciddi tətbiq etməlidir. Baxın, valideynlərin narazılığını nəzərə almıram. Təbii ki, bu doğru cavab olmaz. Tədrisin təşkili formasına sərbəst seçmək hüququndan istifadə edərək problemləri sinifdə tək müəllimin həll etməsini təmin etmək olar. Yəni, son günlərdə sizlə paylaşdığımız demək olar ki, bütün sınaqlarda belə fikirlər həmişə səhv çıxdı. Müəllimin problemi tək həll etməsi doğru bir şey deyil. Y bəndi valideynlərin narazılıqlarını azaltmaq üçün onlara sinifdəki problemlərin real vəziyyəti ilə bağlı daha az məlumat vermək və pozitiv məqamları paylaşmaq əlverişlidir. Deməli, problem yaranmasın deyə biz valideynə daha az məlumat verməliyik. Təbii ki, məntiqli bir cavab deyil. A bəndi bizim problemimizi həll edəcək, həm də hamının razı olacağı maraqlı bir üsul idi. Gəlirik ikinci sualımıza. Deyir ki, müəllim 4-cü sinifdə çoxmənalı sözlər mövzusunu tədris edir. Dərsə başlamazdan əvvəl müəllim virus sözünü yazaraq şagirdlərdən həm bu sözün bioloji, həm də rəqəmsal mənada ifadəsini izah etməyini istəyir. Şagirdlər bildirir ki, kompüter virusları haqqında informatika dərsində, bioloji viruslar haqqında isə həyat bilgisi dərsində məlumat alıblar. Mətni oxuduqdan sonra müəllim çoxmənalı sözləri müəyyən edərək, onları cümlədə işlədərək yazmağı tapşırıq verir. Burada hansı növ inteqrasiya var, bunu tapmaq lazımdır. Əlbəttə ki, burada təkcə bir növ inteqrasiya yoxdur. Söhbət həm biologiyadan gedir, həm də informatikadan gedirsə, deməli mütləq burada fənlər arası var. Gəlin fənlər arası olmayan cavablarımızı ataq. Bir dənə A bəndini hərəkə atırıq və B bəndini də ata bilərik. Çünki burada fənlər arasından da başqa bir şey var. Baxın, burada mətni oxuyur, daha sonra da cümlədə işlədərək yazır. Görürük ki, müxtəlif bacarıqlardan da söhbət gedir. Oxuyur, anlayır, daha sonra yazır. Yəni, burada müxtəlif işlərlə məşğul olduğuna görə fənnin bacarıqları arasında da əlaqə yaranmış olur və buna görə həm fənn daxili inteqrasiya var, həm də fənlər arası inteqrasiya var. Düzgün cavabımız olacaq Y variantında. Üçüncü sualımıza baxırıq. Azərbaycan dili dərsində müəllim şagirdlərə bir hekayə təqdim edir. Hekayədə qəhrəman öz səhvini anlayaraq yaxın dostundan üzr istəyir. Müəllim şagirdlərdən hekayədəki emosional vəziyyətləri təhlil etməyi, qəhrəmanın niyə belə bir qərar verdiyini müəyyən etməyi və eyni vəziyyətdə onların necə davranacaqlarını yazılı şəkildə ifadə etməyi istəyir. Aytac müəllimin tətbiq etdiyi bu fəaliyyət şagirdlərdə hansı bacarığın inkişafına xidmət edir? Baxaq A bəndinə. Şagirdlərin şəxsi təcrübədən nəticə çıxarmaq bacarığını inkişaf etdirmək. Aha. İndi gəlin situasiyamızla bunu tutuşturaq. Görək ki, bizim situasiyamızda söhbət nədən gedirdi?
Kimsə öz səhvini anlayır və üzr istəyir. Daha sonra biz oradakı emosional vəziyyəti təhlil edirik. Niyə belə bir qərar verib, onu araşdırırıq. Yəni bunun üçün hekayədə olan həmin o qəhrəmanın nə düşündüyünü təsəvvür eləməliyəm. Buna da deyirlər empatiya. Yəni mən onun hisslərini duymaq üçün özümü onun yerinə qoymalıyam. Ona görə şəxsi təcrübədən nəticə çıxarmaq bizim üçün uyğun deyil. Özünü idarə etmə, məsuliyyətli qərar vermə, bu da doğru olmaz. Yəni bizə yenə deyirəm, empatiya lazım olan bir variant lazımdır. O da D bəndindədir. Başqalarının hisslərini anlamaq və empatiya qurmaq. Mənim bu hissim güclüdürsə, bəli, əsərdə olan qəhrəmanın niyə belə elədiyini mən müəyyən edə bilirəm. Yox, empatiya qura bilmirəmsə, deməli, qəhrəmanın da nə düşündüyünü mən burada tapa bilməyəcəm. Cavab olur D variantı və baxırıq növbəti sualımıza. Müəllim şagirdlərin fərdi ehtiyaclarını, emosional vəziyyətlərini nəzərə almadan hər bir şagirdə eyni standart yanaşmanı tətbiq edir. Bu vəziyyətin aşağıdakılardan hansı ilə nəticələnməsi daha mümkündür? Deməli, fərdi ehtiyacları və emosional vəziyyəti nəzərə almıram, hər bir şagirdə standart yanaşma. Standart yanaşma nə deməkdir? Deməli, mən burada bərabərliyi təmin eləmirəm. Ya bərabər imkanlarla bağlı bir şey çıxacaq, ya da inklüzivlə bağlı bir şey çıxacaq. Deyir ki, təlimdə bərabər imkanlar pedaqoji tələbi reallaşmış olar. Əksinə, mən standart yanaşıramsa, bərabər imkanları əksinə pozmuş oluram, reallaşdırmış deyil. A bəndini cavabdan atırıq. Müəllim qərəzsizlik etik davranış qaydasına əməl edərək hər kəsə eyni münasibət göstərir. Qərəzsizlikdə, düzdür, biz demişik ki, ayrı seçkilik etməməliyik. Amma bu tamam başqa bir şeydir. Bu şagirdlərin fərdi xüsusiyyətlərinin, bərabərliyin, inklüzivliyin təmin olunmasıdır. Yəni qərəzsizlikdə bu bərabərliyi tamam başqa anlamda deyirik. Ona görə B bəndi də olmaz. Hər bir şagirdin fərdi inkişafı optimal səviyyədə təmin edilər. Xeyr, hər kəsə eyni yanaşıramsa, birində bəlkə də optimal olar, amma digərlərində olmaz. Sinifdə inklüziv mühit pozular, baxın. Və bəzi şagirdlərdə geridə qalmaq kimi ehtimal artar. Bax, budur. Yəni, sualı oxuyan kimi biz hiss elədik ki, ya bərabərliyi pozacaq bir şey axtarırıq, ya da inklüzivlik sözü çıxmalıdır. Baxın, bu da D variantında öz əksini tapdı. Standart yanaşma şagirdlər arasında əməkdaşlıq və kollektiv fəaliyyəti artıracaq. Əgər belə olsaydı müəllimlər, yəni digər bəndlərdə yazılanlar da doğru olsaydı, biz heç bu qədər fərqli üsullar, diferensiyanı təmin etmək üçün müxtəlif pedaqoji strategiyalar öyrənməzdik. Elə standart üsullarla dərslərimizi keçərdik və gəldik 5-ci sualımıza. Hər kəsin sevdiyi, gecə-gündüz barədə danışdığı bir mövzu idrak taksonomiyası. Müəllifin istifadə etdiyi üslubun və obrazların mətnə verdiyi təsir gücünü müəyyən eləyin. Müəllimlər, tutaq ki, sizə bir hekayə verilib, əsər verilib və s. Siz burada müəllifin istifadə etdiyi üslubun və orada olan obrazların mətnə verdiyi təsiri axtarırsınız. Bu orada açıq-açıq yazılırmı? Əlbəttə ki, açıq-açıq yazılmır. Yəni siz gərək onu analiz eləyəsiniz, yaxşı-yaxşı tutuşdurasınız bəndləri, abzasları, cümlələri və oradan bir nəticə çıxarasınız ki, burada necə bir təsir var? Yəni araşdırma işi sizdən tələb edirsə və siz o boyda mətnin içərisində xırda-xırda məqamlara toxunursunuzsa, deməli təhlil etməkdir bu. Təhlil bacarığı tələb edir bizdən. Düzgün cavabımız olur B variantı. 6-cı sual. Texnologiya uşaqların yaradıcılığını azaldır. Bu fikirlə razısınızmı? Fikrinizi ən azı 3 əsas arqumentlə müdafiə edin. Bu tapşırıq Bloom'un idrak taksonomiyasının hansı mərhələsinə aid olacaq? Bu dəfə mənim öz fikrimlə danışır. Artıq bayaq mən əsərdə olan faktlarla danışırdım. Amma indi mən özüm bunu müdafiə edəcəm. Düzdür, mənə hazır bir fikir verilib, texnologiya uşaqların yaradıcılığını azaldır. Amma mənə deyir ki, razısınız yoxsa yox, mən bu dəqiqə öz yanaşmamı göstərəcəm. Mən öz fikrimi bildirəcəm. Ona görə mən bu mövzunu dəyərləndirmiş oluram. Düzgün cavab olur C variantı. 7-ci suala gəlirik. Klasteri tamamlayan fikri müəyyən eləyin. Məktəb daxili qiymətləndirmə növlərindən biridir. Məktəb daxili dediyi, bunlardan biri olacaqsa, ya diaqnostikdir, ya formativdir, ya da ki, summativ qiymətləndirmədir. İndi klasterin içərisinə baxaq.
Müəllim yeni mövzunu təqdim edərkən nədən başlamalıdır sualına cavab tapır. Bu, daha çox hansı qiymətləndirməyə aiddirsə, biz onu müəyyən etməliyik, sonra da cavabda elə həmin qiymətləndirməyə uyğun bir cavab götürməliyik. Deməli, müəllim yeni mövzunu təqdim edərkən nədən başlamalıdır sualına cavab tapırsa, deməli söhbət burada formativ qiymətləndirməyə aid olan bir şeydən gedəcək. Yəni biz axı mövzu tədris eləyəndə biz onu planlayırıq, planımıza görə də gündəlik planda daha çox formativ qiymətləndirmə var. Summativə gün aparmırıq ki biz. Demək olar ki, hər şey formativin üzərində qurulacaq. Yəni bizə də cavabda gündəliyə aid olan bir şey lazımdır. Məsələn, A bəndinə baxın, deyir ki, şagird nailiyyətlərini ölçür. Bu yekun nailiyyəti ölçəndir, ona görə summativlə daha çox uyğun gəlir. Müəllimin təlim fəaliyyətində hansı metoddan istifadə edəcəyini müəyyənləşdirmə imkanı verir. Bəli, yəni gündəlik planımızda dərsin məqsədi, qiymətləndirmə, bir də təlim fəaliyyətləri seçilir. Bax, mən onda təlim fəaliyyətində bilirəm ki, hansı metoddan istifadə edərək dərsimi keçəcəm mən. Bax, bu uyğun gəlir. Cavabımız olur B variantı. C-də isə müəllimin iştirakı olmadan məktəb rəhbərliyi tərəfindən aparılır. Niyə ki, formativ elə daha çox müəllim tərəfindən aparılır və burada düzdür, yoldaş qiymətləndirməsi də var, özünü qiymətləndirmədə, məktəb rəhbərliyi summativ qiymətləndirmədə var, böyük summativ qiymətləndirmənin aparılması. D bəndi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi yekun qiymətləndirmədir. Və Y bəndi yarım ilin və ya bölmənin sonunda keçirilirsə, sonda aparılan həmişə summativ olur müəllimlər. Yəni həm məktəb daxili dediyinə görə, həm də gündəlik plandan söhbət getdiyinə görə B variantı bizim üçün ən doğru cavabdır. 8-ci suala gəlirik. Yanlış fikri seçin. Müəllim öyrənmə mühitini təşkil etmək üçün diqqəti yayındıran amillərin olmadığı sakit məkanlar yaradır. Əlbəttə ki, doğrudur. Biz burada səmərəli öyrənmə mühiti, təhlükəsiz, dəstəkləyici olan mühit qururuq belə olanda, diqqəti yayındıran amilləri buradan uzaqlaşdırırıq. Şagirdlər arasında inkişaf yönümlü əməkdaşlıq onların təlim nailiyyətlərini artırır. Bəli, rəqabət desəydik səhv olardı, amma əməkdaşlıq var da, özdə inkişaf yönümlü. Burada mənfi nə var ki, biz bunu səhv götürək? C bəndi, müəllim materialı kinestetik öyrənənlər üçün rollu oyunlardan istifadə etmək imkanı yaradaraq optimal öyrənmə ilə təmin edir. Doğrudur, kinestetik hərəkətlə öyrənmədir. Bu tip şagirdlər gərək praktika eləsinlər, hərəkətlə öyrənsinlər. Rollu oyun da praktik bir üsul olduğuna görə hərəkətlər, jestlər, mimikalar tələb elədiyinə görə bu da doğrudur. Müəllim şagirdləri qruplara bölərkən zəifləri bir, güclüləri də bir qruplaşdırmalıdır ki, proses axıcı olsun. Məntiqlə fikirləşək, bəlkə də güclülərin qrupunda hər şey qaydasına gedəcək. Bəs zəiflər, bəs biz heterogen qruplar yaratmalıydıq axı axıcı olması üçün. Deməli, səhv olan D bəndi olacaq. Zəifləri bir yerə yığmaqla burada qarşılıqlı əlaqə də düzgün olmur. Yəni qrupla işdə daha çox biz deyirik ki, zəif şagirdlər də digərlərindən bəhrələnirlər. Onlardan bir şeylər öyrənirlər, əldə edirlər. Amma zəifləri bir yerə yığanda biz bu nəticəni əldə edə bilmirik. 5-ci, daha doğrusu Y bəndi, tədris prosesində dəyişkən qruplar yaratmaqla diferensiallaşmanı təmin etmək olar. Bəli, bax, dəyişkən qrup. Bu, dəyişkən, heterogen, müxtəlif qruplar. Yəni, bilirsiniz ki, diferensial təlimdə bunu həmişə demişik, eyni, dəyişmə, sabit, bu tipli sözlərə icazə yoxdur. Daha çox müxtəlif və dəyişkən sözlərindən istifadə olunacaq. 9. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Yəni, nə edirik? Doğrunun altında doğru olanı götürürük, yanlışın altında yanlış olanı götürürük. Deyir ki, sualların müxtəlifliyi və şagirdlərin müxtəlif mövzuları müzakirə etməsi onların tənqidi düşüncə və fikir mübadiləsi qabiliyyətini inkişaf etdirir. Həqiqətən də fikirləşək, şagirdlərə müxtəlif suallar verilirsə və müxtəlif mövzularda biz müzakirələr aparırıqsa, həqiqətən də tənqidi düşüncə, fikir mübadiləsi daha effektiv olar. Yəni, bütün günü, bütün hər dərsdə eyni mövzudan danışılası deyil ki, deməli bir doğru olacaq. Harada da bir yoxdursa cavabdan ataq. B variantını, C variantını və Y variantını cavabdan atıraq. Cavabımız olacaq ya A bəndi, ya da ki D bəndi.
2-də deyir ki, şagirdlərin sual-cavab zamanı dərsdə fəal iştirakına güclü təsir göstərə bilən amillərdən biri də müəllimin sualla cavab verilənədək gözlənilməsidir. Deməli, müəllimin sualına cavab verilənədək gözlənilməsidir. Bəlkə heç şagird bizə uyğun bir cavab verə bilmir. Yəni axıra qədər gözləyəcəmmi? Düzdür, demişik ki, düşünmə, gözləmə vaxtı verilməlidir. Amma şagird cevablaya bilməyəndə də sən ona istiqamət verirsən, ipucuları verirsən və yaxud sualı bütün sinifə yönləndirirsən ki, müxtəlif fərziyyələr irəli sürülsün. Amma axıra qədər onu gözləmirsən, yəni vaxt itkisidir. Ona görə 2 səhvdir. Deməli, yekun cavabımız elə D bəndi olacaq, amma yenə də digərlərinə baxmaq lazımdır. Müəllimin şagirdə gözləmə müddəti verilməməsi şagirdin fikrini tam ifadə etmə imkanını məhdudlaşdırır. Düzdür, hətta onu qapalı düşüncəyə belə aparıb çıxara bilir. Vaxt vermirəm axı. Düz olsa da götürmürəm, çünki səhvin altında səhv gələr. Dərs zamanı müəllim tərəfindən şagirdlərə verilən suallar məqsədsiz şəkildə təqdim oluna bilər. Bu şagirdin çevik düşünməsini təmin edir. Müəllimlər, sual-cavab prosesi ənənəvi təlim metodlarında daha çox şagirdi qiymətləndirmək üçün aparılsa da, bu günümüzdə interaktiv metodlara görə məhz sualların verilməsinin bir çox məqsədi var. Ona görə müəllim bunu məqsədli şəkildə verməlidir ki, mən təfəkkürümü inkişaf etdirirəm, mən yaddaşımı yoxlayıram, anlamanımı yoxlayıram, diqqətimi cəlb edirəm və s. Ona görə bu fikir səhvdir və 1 ilə 4-ü cavab kimi götürürük. Ən sonuncu sualımıza gəlirik. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Söhbət iş üsullarından gedir və bizə 2 cür iş üsulu verilib burada. Bir debat verilib, bir də sinif küncləri. Gəlin bir-bir baxaq. Birdə deyir ki, özündə hər hansısa bir mövzunun formal müzakirəsini ehtiva edir. Bu doğrudur. Debatı elə hər hansısa bir mövzunun formal müzakirəsi deyirlər. Və bu kitab cümləsi deyə həmişə də debatda istifadə olunur. Bir uyğundur da debata aiddir deyə biri götürürəm. Harada da bir yoxdursa gəlin cavabdan ataq. Baxın, cəmi 2 dənə variantımız qaldı. 2-də deyir ki, yaradıcı təfəkkürü inkişaf etdirir. Müəllimlər, debatda bir çox bacarıqlar saymışıq. Bir dənə yaradıcı təfəkkürü deməmişik. Çünki debat tənqidi düşüncəni yüksək şəkildə inkişaf etdirsə də, sən orada yeni bir şey, yeni yanaşma təqdim eləmirsən. Ona görə yaradıcı təfəkkür yoxdur burada. C bəndində atanda yekun cavabımız elə A bəndi görünür. Hər ehtimal yoxlayaq düzdüyünü. 3-də deyir ki, əsaslandırma bacarığı. Həqiqətən də hər ikisində var da, debatda fikir əsaslandırırsan, sinif künclərində həm də bunu hərəkətlə edirsən, sinifin künclərinə keçərək. 3 də doğrudur, götürdük. 4-də isə arqument gətirmək deyir. Yəni deyirəm, eyni şeydir, debatda da sən arqument gətirirsən, sinif künclərində də bunu həm də hərəkətlə edirsən. Ona görə 4 də düzdür. 5-də xüsusiyyət sadalama və çevik düşünmə. Bu auksiondadır müəllimlər. Vaxta verilir deyə sürətli şəkildə xüsusiyyət sadalayırsan. Problem həll etmə bacarığı isə sinif künclərində problem həll eləmirsən. Problem həll eləmək üçün bir çox iş üsulları var, amma sinif künclərində bu bacarıq keçmir. Deməli, yekun cavabımız 1, 3 və 4 A bəndi olacaq. Əgər hər hansısa bir sualla bağlı çətinliyiniz varsa, videonun rəy bölməsində bildirin və başa düşmədiyiniz sualı qeyd edin ki, yenidən izahlar verək, nə probleminiz olsa rəylərdə mütləq bizə bildirin. Növbəti video izahlarda görüşənədək. Sağ olun.